nedeni vardır. Ben gelen gününden bu sözü deyirəm. Yani Forever müqəddəs bir yerdir. Yani bugün Allah sizi bura rəva bilibsə, yəqin ki bir gözəlliklər sizin üçün öndə hazırlayıb. İnşallah ki geldiğiniz, çıktığınız bu yolda size her birinize yine de uğurlar arzulayıram. İnşallah ki bir yolculuğumuz uğurlu olacak. Yani buna eminim. Yani esas ki o yola çıkmaktır. O yola çıkmışıksa Allah bize daha yaxşılarını deməli rəva bilibdir. İlk əvvəl gəlin özümü təqdim edeyim. İlk əvvəl mən Pərvanə İsmailova, Forever Living'də supervisor statusundayım. Demək olar 9 aylıq bir fəaliyyətim var Forever'da. Yeniyəm, mən də sizinkilər, təzə gələnlər kimi. Burada çoxdan fəaliyyət göstərənlərimiz var. Amma 9 aydır mən sizlərin arasındayım. Digər bir şirkətdən gəlmişəm. Yəni orada da az bir statusda olmamışam. Çox belə böyük qazançlarım olubdur. Amma burada daha özümə yaxşısını, daha necə deyim, kalitəlisini rəva bildiyim üçün bugün buradayım. Eğer bugün sizin de burada, bunu deməkdə məqsədim nədir? Eğer siz de bugün buradasınızsa, demək Allah size daha yaxşısını məsləhət bilib ki, siz bugün buradasınız. Yəni bunu özünüzə həmişə bir bayraq olarak tutun ki, yəni bu çıxdığınız yolda en yaxşılarına layiq görəcəksiniz. Belə deyək, şirkətimizin daxil olduqca görəcəksiniz vizyonunu, şirketin kalitesini, burada səviyyəli bir insanların, iş adamlarının olmasını özünüz görəcəksiniz və özünüzü çok rahat hiss edəcəksiniz bu cürə kollektivin içərisində. Necə ki, ilk qoşulanda mən də belə bir hisslərlə keçmişdim. Yəni, şirkəti düzdür tanıyırdım, 8 il idi şirkəti tanıyırdım, amma şirkətin marketing planından heç bir anlayışım yox idi. Yəni, mən təsadüf